Zərdab rayonunun gözəl şairləri var. Onlar yazdığı şeirlər daşdan keçir. Mən salamlayıram buradan Kərəm Külquraqlını, Namiq Atəşi, Fərhad Eldayaq, o da var. Kərəm Külquraqlı yazır ki, Zərdab şairlərindən deməsəm, tarix məni bağışlamaz. Çal. Kərəm Külquraqlı yazır ki, əl tutmaq əlidən qalıb. İndi əl tutanın əlin kəsirlər. Borç götürən vaxtı qaytarıb verəndə pulu kəsirlər. İndi əl qalıb ər meydanında. Ulaq cövlan eləyir nər meydanında. Çaqqallar ulaşır şir meydanında. Tülkü göz eləyəndə fili kəsirlər. Şərəfsiz olmadım nəslim köküm, haqqa nahaq desəm bəlasın çəkim. Barmağın şişəndə axtarma həkim. Barmağın dura-dura qolu kəsirlər.